Şeiriyyət yalnız inikas deyil, həm də tələbdir. Dövr şeiriyyətin tələbinə cavab verməyəndə, şairlə mühit arasında uçurum yaranar. Şeiriyyət, ideal dünya və ideal insan həsrətinin yanğısıdır. İdealsızlıq hökm sürəndə sənətkar hiddəti coşar. Şeiriyyət, kamil və parlaq duyğuların, düşüncələrin təntənəsidir. Zəmanə rəzillərin dünyasına çevriləndə şair onu qamçılayır. Şeiriyyət, xeyrin gözəlliklə qovuşmasıdır. Dövr şəri taxta mindirib, xeyri taxtdan salanda, müdrikliyi naşılığın ayağına salanda, sənətkar ürəyində etiraz təlatümü aşıb daşar. Mal və şöhrət sahibidir bugün alçaq adamlar. Nəfsə əsir olanların bazarıdır bu bazar. Belə zəmanə şeirin və şairin düşmənidir. Nəfsə əsir olanların bazarı, əsirliyin zindanıdır. Nəfs üzərində qələbə, qəhrəmanlıq deyil, adi insanlıqdır. Nəfsin əlində əsir olanlar mənəvi naşılardır. Var-dövlət də onlardadır. Qanmazların əlindədir var-dövlətin hamısı. Sanki İsa süfrəsinə qonmuş eşşə yarısı. İki güclü ehtiras yaşar ürəklərdə. Həqiqət və naz-neymət ehtirası. Müdriklik əsil gözəlliyi görər, ona can atar, onunla yaşayar. Həqiqətdən gözəl var-dövlət tanımaz. Var-dövləti, cah-cəlalı, həqiqətin ayaqları altına atar. Var-dövlət hərisləri əsil gözəlliyi görməz. Zaman onların gözündə nəhəng bir süfrəyə çevrilər və onlar bu süfrəni zəbt etməyə çalışar. Nəfs hərisləri ani, yüngül duyğuların havası ilə oynayar. Bütün həyatı ilə qoşular hərcai həvəs axınına və yox olar. Daxili dünyaya enməz. Qəlbini dərin, mürəkkəb hisslərlə yükləməz. Beynini narahat fikirlərdən azad edər. Vicdan, qeyrət hissini səpəliyər küləyə. Bəsitləşər, pərçimləşər mətbəx küncünə. Vüqarı iştaha qurban verər. Mənliyini, insani ləyaqətini dəyişər yağlı tikəyə. Eşşək arısının İsa süfrəsinə qonması kimi. Tərk et dünya məclisinin o yuxarı başını. Alçaqlardır o məclisin yiyən dadlı aşını. Yuxarı başda oturmaq üçün naqislər şahın kölgəsinə çevrilir. Mənliyi köhnə paltar kimi soyunub atır. Adi bir oyuncağa, topa dönürlər. Lakin şahların qarşısında əyilən başlar rəiyyətin qarşısında dik qalxır. Sonsuz mütüyliklə, sonsuz qəddarlıq, mənəvi xəsisliklə quldurluq, yaltaqlıqla cəlladlıq bir-birinə qovuşur. Şərdə qorxunc bir dəyişkənlik var. Onun libası çoxdur. O balıq qədər sürüşkəndir. İlk baxışda olduqca açıq, əslində olduqca qapalıdır. Namərdlikdə bir gözlənilməzlik var. Yuxarı dırmaşan zaman başqasını uçuruma tullamaq var. Heyrətamiz bir törəmə, çoxalma, aləmi tutma qüdrəti var. Namərdlərlə xədimlər də tutsan bugün cahanı. Bu dövrandır xacələrlə xəsislərin dövranı. Deyən Xaqani, şərin qorxunc, heybətli simasını göstərməkdən də çəkinməmişdi. Sanki onlar quldurluğun məktəbini bitirmişdi. Küfrə qardaş olub, səfa dostlarını itirmişdi. Doğruluqda yox işləri, ataları bilinmir. Nə Adəmdən törəmişlər, nə İsa'dan. Budur sir. Ataları bilinmir, ancaq törətdikləri şər və yalan işləri bilinir. Xaqani zəmanəsinin nadir gövhəri idi. Zaman şairi anlamadı. Şair zamanı yaşatdı.